Salam əziz dostlar, salam əziz izləyicilər, xoş gördük. Bugünkü müsahibim hamınızın yaxşı tanıdığı, demək olar ki, daimi qonağımız, dostumuz, tat qardaşımız Nicat İmrandır. Nicat İmran, Allahın salamı olsun sizə. Hər vaxtınız xeyir, sizi də dəyərli dinləyicilərimizdə salamlayıram. Təşəkkür edirəm dəvətə görə. Bir neçə suallar var, yəni bu sualları sizə ünvanlayarıq. İnşallah elə bilirəm ki, tutarlı cavabları alacaq. Əlbəttə ki, bugünkü gündə regionumuzun əsas dövlətlərindən biri olan Türkiyədə qarşıda gələn prezident seçkiləri ilə əlaqədar sual verməsək, demək olar ki, bizim müsahibəmiz biraz natamam olar. İstərdim ki, mən istəmirəm siz, yəni dəqiq proqnoz verəsəniz ki, kim olacaq prezident? Mən yenə deyirəm, mən belə hal şeylərdə heç çox proqnoz verməyin tərəfdarı deyiləm. Elə bilirəm ki, bu Türkiyə xalqının prerogativasıdır. Biz nə onlara yol göstərə bilərik? Onlar kimi istəsə, onu seçə bilərlər. Sadəcə olaraq mən sizə bir sual verirəm. Türkiyədə bu seçkilər ki olacaq, burada əsas namizədlər 2 nəfərdir. Yəni Qılıncdaroğlu ilə, Kamal Qılıncdaroğlu ilə demək Erdoğan. Rəcəb Tayyip Erdoğandır. Rəcəb Tayyip Erdoğan bizim hamımıza məlumdur. Qılıncdaroğlu isə təzə namizəddir. Baxmayaraq ki, o Tayyip Erdoğandan yaşca da böyükdür. Sizcə bu və ya digərin, yəni bunların seçilməsi regionda hansı məsələlərə təkan verəcək və bizi regionda bunların seçilməsi bir dəyişikliklərə səbəb olacaqmı? Buyurun. Təşəkkür edirəm suala görə. Suala cavab verməmişdən qabaq deyim ki, Kılıçdaroğlu həmçinin də CHP-nin namizədidir və Cumhuriyyət Xalq Partisi ki var Türkiyədə. Bu Türkiyənin ən köhnə partiyalarından birisidir, hətta deyərəm ki, ilk partiyasından biridir. Əsası Atatürk tərəfindən qoyulub və konkret olaraq ideoloji xətti olan bir partiyadır, özünün dəyərləri var və həmin o partiya uzun müddət Türkiyə iqtidarında olub. Yəni Türkiyə əhalisi üçün o qədər də yad bir partiya deyil, onların siyasi dəstə xətti, onlarla belə deyim də təcrübəsi də var Türkiyə xalqının. Ona görə də yəni Türkiyə xalqı təkcə belə deyim də hətta deyərəm daha çox o qədər də Kılıçdaroğluya deyil. Burada Kılıçdaroğlu'nun təmsil etdiyi CHP-yə və onun daşıdığı dəyərlərə də həmçinin səs vermiş olur. Lakin burada həm də görə bilərik ki, ümumiyyətlə əgər ki bu dəyərlər paylaşılmırsa da belə və yaxud ki o dəyərlərlə kimsə razı da deyilsə, CHP-ni bəyənmirsə, tənqid edirsə belə, Kılıçdaroğlu'na səs vermə ehtimalı çox böyükdür. Çünki əgər ki birinci nümunədə biz tərəfdarların belə deyim, səs verməsini görürüksə, ikinci nümunədə biz görə bilərik ki, səs vermədə həmçinin Erdoğanın əleyhdarları da yəni səs vermiş olurlar. Ola bilər ki, kimsə CHP fikirləri ilə razı olmasın, ancaq ki, Erdoğan əleyhdarı olduğu üçün və Erdoğanın ən əsas rəqibi də məhz belə deyək ki, Kılıçdaroğlu olduğuna görə məhz ona da səs vermiş ola bilərlər. Bunun bariz nümunəsini biz 2021-ci ildə Ermənistanda gördük. Ermənistanda 2021-ci ildə keçirilən seçkilərdə, məsəl üçün Paşinyan və köhnə komandadan olan şəxslər idi, iştirak edirlər. Kaçaryan, Sarkisyan və digərləri. Məsəl üçün o seçkilər də əsasən belə deyim də nəyinsə tərəfdarı şəklində deyildi, daha çox inkar üzərində durulmuşdu. Məsəl üçün deyək ki, Paşinyanın tərəfdarları bəli, Paşinyana səs vermişdi, ancaq o elektorat çox az idi əslində. Paşinyan daha çox seçilə bilmişdi məhz kimlər ki istəmirdilər Sarkisyan və Kaçaryan iqtidara qayıtsın geriyə. Məhz o şəxslərin hesabına daha çox seçilmiş oldu. Türkiyədə bu həcmdə deyil, ancaq ki, həmçinin məsəl üçün Ermənistanda biz görə bilərdik ki, kimlər ki Paşinyanı istəmirdilər, ona görə də məsəl üçün səs vermişdilər Sarkisyana və ya da Kaçaryana. Türkiyədə bu səviyyədə deyil təbii ki, hal-hazırda seçkilər, ancaq ki, məhz bax bu kateqoriya insanlar da var.
Bunu da nəzərə almaq lazımdır. Bundan əlavə biz gördük ki, Sinan Oğan idi, səhv etmirəmsə, digər üçüncü namizəd hansı ki 5% səs toplanmışdı. O öz namizədliyini geri götürdü, məhz Ərdoğanın xeyrinə geri götürmüş oldu və öz tərəfdarlarına müraciət etdi ki, bəs səs verilsin məhz Ərdoğana bu seçkilərdə. Bu belə olacaqmı, olmayacaqmı dəqiq deyə bilmərəm. Ancaq ki, mən düşünmürəm ki, açığı çox da, belə deyim də, o 5%-dən böyük bir hissəsi gedib, məsəl üçün deyək ki, Ərdoğana səs vermiş olsun. Ola bilərmi müəyyən bir hissəsi, ancaq bu o demək deyil ki, həmin o 5%-in də hamısı Ərdoğana səs vermiş olacaq. İstənilən halda belə götürə bilərik seçki nəticələrini. Məsələ burada təkcə prezident seçkilərində deyil. Çünki prezident seçkilərlə bağlı ümumiyyətlə proqnozun verilməsi ki, dəqiqliklə kim seçiləcək, bir fikir söyləmək o qədər də asan deyil. Ehtimal etmək olar ki, Ərdoğanın seçilmə ehtimalı çox böyükdür. Ancaq bu o demək deyil ki, Kılıçdaroğlu'nun seçilmə ehtimalı da heç yoxdur. Bu bir növ bir tel üzərində hal-hazırda qurulmuş bir vəziyyətdir. Və mən düşünürəm ki, orada çox da əslində elan olunacaq rəqəmləri deyə bilmərəm. Ancaq ki, çox ciddi və böyük bir rəqəmlə, yəni ki, Ərdoğanın qalib gəlməsi və yaxud da ki, tam tərsinə Kılıçdaroğlu'nun qalib gəlməsi ehtimalı yoxdur. Yəni, belə bir qalibiyyət nisbətən daha az bir faizlə olacaq, bir neçə faizlə kifayətlənmiş olacaq. Əslində belə olmalıdır, mən elə gəlir. Ancaq indi elan olunan rəqəmlər necə olacaq bilmirəm və Türkiyədə seçki saxtakarlığını kəskin şəkildə etmək ki, yəni, məsəl üçün də rəqibin səslərinin yarısını götürüb özünə yazmaq, bu biraz qəliz məsələdir Türkiyədə. Türkiyədə çünki seçki mədəniyyəti formalaşmış bir belə deyək də mədəniyyətlərdən birisidir, siyasi mədəniyyətlərdən birisidir. Ancaq ki, burada ən əsas məsələ məhz parlamentdir. Çünki Türkiyədə təkcə prezident seçkiləri keçirilmədi və həmçində parlament seçkiləri. Bəli. Və burada həmçində parlamentin quruluşuna baxmaq lazımdır. Parlament digər, belə deyim, köhnə parlamentdən fərqli bir parlamentdir, çox rəngarəng bir parlamentdir. Məsəl üçün, orada Hüdapar var. Hüdapar, məsəl üçün, Hizbullah ideologiyasını müdafiə edən partiyalardan birisidir, ən azından belə iddiası var. Və o, Ərdoğanla birlikdə müttəfiq qismində təmsil olunur parlamentdə hal-hazırda. Məsəl üçün, bax, bu məsələyə diqqət yetirmək lazımdır. Və yaxud da ki, məsəl üçün, HDP orada, yəni, o daha çox kürdlərin və həmişə digər orada xalqların o yaratmış olduğu partiya ki var, o təkcə getmədi. Orada həmçində onlarla birlikdə solçular da, məsəl üçün, parlamentə getdilər birlikdə. Ona görə, yəni, burada parlamentdə artıq əvvəlkindən fərqli olacaq və istənilən halda belə deyilə bilər ki, bundan sonraki dövrdə Türkiyə əvvəlki kimi olmayacaq. Burada təkcə bu konfigurasiyaya görə deyil, həmçinin Türkiyədəki vəziyyətlə də əlaqəlidir. İqtisadi problemlər var. Türkiyədə iqtisadi problemlər, Türkiyə iqtisadiyyatı demək olar ki, çökmüş bir vəziyyətdə idi. Bunu son aylarda dondurmuş bir vəziyyətə gətirib çıxartdılar. Səbəb bundan ibarət ki, seçkilər yaxınlaşırdı və əhalini çox da narazı salmaq lazım deyil. Bu birinci məsələ. İkinci bir məsələ, burada zəlzələ bölgəsində əziyyət çəkmiş insanlar var və bu insanların sayı 100 min, 10 min və sarılarla deyil. Bu insanların sayı milyonlarla. Və məsəl üçün, orada elan olunub ki, 50 min itkilər var. Ancaq mən düşünürəm ki, orada ölənlərin sayı 50 min deyil əslində, orada daha çox olmalıdır. Çünki əgər ki, biz şəhərlərə baxsaq, şəhərlər darmadağın bir vəziyyətdədir. Bəli. Nəzərə alsaq ki, həmin zəlzələ gecə vaxtı baş verir, yəni insanların yatmış olduğu vaxt baş verir. Bu da ona deməyə əsas verir ki, insanların böyük bir hissəsi məhz evlərində idi. Hamısı olmasa da böyük bir hissəsi evlərində idi. Və həmin o evlərin də böyük bir hissəsi dağıldığına görə böyük ehtimalla kütlənin böyük bir hissəsi məhz həmin o dağıntılar altındaydı. Həmin o ərazilərin, belə deyək də, əhalisi ki var, onun saylarına baxsaq orada heç də az deyil. Və ondan əlavə də ki, burada nəzərə almaq lazımdır ki, deyək indi bir hissəsi məsəl üçün İstanbulda yaşayır, amma qeydiyyatı deyək ki, Hataydadır və yaxud ki, Diyarbəkirdə və ya da digər yerlərdə. Bu amma kütləvi qaydada ola bilməz. Ona görə 50 min rəqəmi çox şübhəlidir. Və nəzərdə alsaq ki, orada bir neçə gündən sonra yardımları göndərmişdilər. Evakuasiya orada əhalinin çox ləng getmişdi. Ona görə də demək ki, yəni orada 50 min insan olub, biraz qəribə səslənir. Əsas sualın canı ondadır ki, bəli, biz bilirik,
analiz vermək, yəni proqnoz vermək yaxşı, biraz çox məsuliyyətli işdir. Məsələ onda gedir ki, sizcə, sizin bildiyiniz qədərində əgər Erdoğan qalsa və yaxud bunun əksi Kılıçdaroğlu gəlsə hökumətə, regionda siyasətə hansı təsir olacaq? Mənfi və müsbət. Əsas o cavabı istəyirəm sizdən. Çox kəskin bir dəyişiklik gözləmək lazım deyil, mənə elə gəlir. Fərqi yoxdur ki, burada hansı dövlət başçısı olacaq. Yəni, məsəl üçün gözləmək ki, əgər Kılıçdaroğlu gəlsə, Rusiyanın səfirliyi bağlanacaq, bütün Rusiya yatırımları hamısı dondurulacaq və Rusiya vətəndaşları Türkiyədən çıxarılacaqlar. Türkiyə Avropa İttifaqının üzvü olacaq və vizasız bağlayacaq Rusiya üçün. Belə bir məsələ də vardır. Yalan doğru. Yəni, bilirsiniz, o vəd olunan və ya da bütün miqrantlar hamısı ölkədən qovulacaq və bütün əhali orada yağın balın içərisində yaşayacaq. Bu mümkün deyil. Məhz bu deyilən, məsəl üçün, vəd edilən şeylər ki var, onlardan bir hissəsi, məsəl üçün, tətbiq oluna bilər. Kılıçdaroğlu iqtidara gələrsə. Məsəl üçün, ola bilər ki, müəyyən Rusiya oliqarxlarına orada sanksiyalar tətbiq olur, müəyyən dərəcədə. Və yaxud da ki, məsəl üçün, ola bilər ki, Bosforda müəyyən problemlər yaradıla bilər, ancaq ki, tamamilə bağlanması ola bilərmi? Ola bilər. Bu artıq, bu sualın cavabı, məsələn, Rusiya və Türkiyə arasında olacaq məsələlərin cavabını Türkiyədəki seçkilərdə axtarmaq lazım deyil. Fərqi də yoxdur ki, yəni burada Erdoğan olacaq iqtidarda, yoxsa Kılıçdaroğlu olacaq. Bunun cavabını axtarmaq lazımdır məhz Ukraynanın şərq hissəsində. Bu, Ukrayna-Rusiya münasibətləri ilə bağlı olası bir məsələ olacaq. Yəni, Rusiya, məsəl üçün, deyək ki, itkiləri daha çox olacaqsa, təbii olaraq da Türkiyə daha, belə deyim, sərt qərarlar verə bilər. Ancaq ki, və məsəl üçün, deyək, Kılıçdaroğlu olmuş olsa iqtidarda daha da sərt olmuş olacaq. Ona görə, yəni, bu məsələnin kökü haradasa gəlir çıxır, deyək ki, şey məsələsi. Rusiya-Ukrayna münasibətləri məsələsi. Hətta daha geniş götürülərsə, Qərb və Rusiya münasibətləri, Ukrayna və Rusiya dilini düzgün deyil. Ona görə, yəni, kim iqtidarda olmasına asılır, sadəcə olaraq orada nisbətən daha çox. O doza məsələsidir, yəni, belə deyək. Orada, məsəl üçün, o demək deyil ki, Erdoğan seçilmiş olsa, ümumiyyətlə Rusiyanın əleyhinə heç bir şey olmayacaq. Bu, biraz məsuliyyətli bir iddia olardı. Bunu mən deyə bilmərəm, çünki ola bilərmi belə bir şey olsun? Ola bilər. Amma bu, yenə də artıq Türkiyədəki seçkilərdən bağlı deyil. Bu, ümumiyyətlə, Rusiyanın qərblə olan münasibətləri ilə əlaqədar bir məsələ. Aydın məsələdir. Demək, sizin dediyinizdən belə çıxır ki, regionda kəskin dəyişikliklər gözlənilmir. Bəli, bunu eşitmək istədim. Yəni, bu da sizin... Məsəl üçün, Ermənistan və Türkiyə münasibətlərində kəskin dəyişiklik mümkündürmü? Gözləmək ki, məsəl üçün, tutalım ki, Kılıçdaroğlu iqtidara gəlmiş olarsa, dərhal Ermənistan və Türkiyə sərhədləri açılacaq və tamamilə sərbəst gediş-gəliş olacaq, Türkiyə-Erməni soyqırımı tanınmış olacaq, Ermənistanda, deyək ki, Nemezis hərəkatı ilə əlaqədar olan ABD söküləcək və yaxud da ki, hansısa, məsəl üçün, müxtəlif partiyalar tamamilə ləğv ediləcək. Yəni, münasibətlərdə olan bütün problemlər hamısı həll olunacaq? Yox. Ancaq, məsəl üçün, Kılıçdaroğlu əgər iqtidarda olmuş olarsa, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ehtimalı böyükdür. Bu ola bilər ki, baş versin. Ancaq ki, digər məsələlərdə olan problemlər yenə də qalmış. Erdoğan iqtidarda olmuş olarsa, ola bilər ki, sərhədlər açılsın. Ancaq bu daha gec ola bilər ki, açılsın. Və ya da heç olmaya bilər ki, açılsın. Yəni, burada sadəcə olaraq ikisinin fərqliliyi ondan ibarət olacaq ki, burada, belə deyək də, daha kəskin və yaxud da ki, daha belə ləng templə hansısa addımın atılması. Amma kəskin hansısa bir dəyişiklik gözləməyinə dəyməz. Aydın mən. Növbəti iki sual yenə də regionla bağlıdır, ancaq burada əsas faktor İran və Rusiyadır. Yəni, birinci İranın, istəyirəm o sualı sizə ünvanlayayım, İranın şərqdə apardığı diplomatiya anşlağı, bildiyiniz kimi 60 il idi, Misirlə İranın diplomatiyası kəsilmişdi, artıq Misir prezidenti İran prezidentini rəsmi dəvət edib Misrə, artıq bu da diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Yəni, regiona bunun xeyri olacaq. Bu böyük töhfədir regiona. Ondan əvvəl
Saudiya Ərəbistanı ilə neçə illərdir diplomatik əlaqəsi yoxdur, düşmən və səviyyəsindədir, diplomatik əlaqələr yarandı. İran Məkkədə, Mədinədə və Ciddədə, demək, Ciddə və Ər-Riyadda, səhv edirəm, Ər-Riyadda öz səfirlik və konsulluqlarını açdı. İran isə, Ərəbistan isə Məşhəddə, Tehranda öz səfirlik və konsulluqlarını açdı. İstəyərəm ki, bu barədə də, yəni İranın regionda bu cür aktiv olması haqqında da öz fikirlərinizi yürüdəsiniz. Yəni bu diplomatik əlaqələr əlbəttə ki, bildiyiniz kimi artıq İran indi İndoneziyadadır prezidenti və İndoneziya adlı bir böyük dövlət, 220 milyon əhali var orada, məncə, elə səhv eləmirəmsə, İranla vizasız artıq rejim tətbiq elədilər. Özü-özlüyündə böyük bir işdir. Amma biz İranla sərhəd olduğumuz halda soyumuz da bir-birinə yaxındır, dilimiz də bir-birimizə yaxındır, dinimiz də bir-birimizə yaxındır. Nə gedib gələ bilirik, elə bil ki, bizi salıblar qəfəsin içinə. Yəni, istərdim ki, bu məsələdə, yəni İranın diplomatiyasının bu cür belə inkişafı Azərbaycana da görəsən təsirini göstərərmi? Yəni, bizimlə də bu vəziyyət düzələrmi? İstərdim bu burada öz fikirlərinizi söyləyəsiniz. Buyurun. Bu məsələ, məsəl üçün, Azərbaycan və İran münasibətləri tamamilə başqa bir müstəvidə olan münasibətlərdir və ona görə də İran və İndoneziya, İran və Ərəbistan yarımadasında olan ölkələr, həmçinin Misirlə olan əlaqələrlə qarışdırılmamalıdır. Çünki bu məsələdə təkcə baxılmamalıdır ki, belə deyək, burada İran-İndoneziya münasibətləri və ya da İran-Ərəbistan yarımadası ölkələri münasibətləri, İran-Misir münasibətləri, həmçinin də adını çəkdiyim digər ölkələr ki var, bu İrandan başqa digər ölkələr ki var, onların digər regionlarda apardığı siyasətlər, onların digər problemləri, digər konfliktləri, bunlara da baxmaq lazım, diqqət etmək lazım. Azərbaycanla bağlı münasibətlər belə ki, məsələn, deyək ki, Azərbaycan Respublikası və İsrail dövlətinin arasında olan münasibətlər pozulmuş olarsa və də Böyük Britaniya ilə Azərbaycanın münasibətlərində pozulmalar qeydə alınarsa, təbii ki, bu ona gətirib çıxardacaq ki, nisbətən də olsa İranla müəyyən yumşalamalar ola bilər. Və də Türkiyədən əvvəlki kimi dəstək alınmazsa və də Rusiya tərəfindən, Çin tərəfindən təzyiq və yaxud da ki, Azərbaycan Respublikasının qane edə biləcək hər hansı bir təkliflər gələrsə, İranla müəyyən dərəcədə münasibətlərin ilıqlaşması, istiləşməsini gözləmək düzgün deyil, ancaq ilıqlaşmanı gözləmək olar. İndoneziya ilə məsəl üçün viza rejiminin ləğvi məsələsinə gəldi. Bəli, onsuz düz dediniz ki, yəni 220 milyonluq ölkədir, böyük bir dövlətdir, iqtisadi potensialı çox güclü olan bir dövlətdir, sürətlə inkişaf edən bir dövlətdir ora. Həmçinin nəzərə alınmalı, turizm potensialı çox böyükdür orada. Bu baxımdan bəli, yəni İndoneziya ilə viza rejiminin ləğvi yaxşı bir şeydir. Ancaq burada nəzərə almaq lazımdır ki, İndoneziya və həmin o coğrafiyada yerləşən digər ölkələr ki var, onlar ümumiyyətlə viza rejimini sadələşdirməyə meyilli dövlətlərdir. Yəni bu təkcə İranla bağlı olan bir məsələ deyil. Yəni o ölkələrdə viza rejimi əksər hallarda və əksər dövlətlər üçün ya belə deyək ki, olur viza free, yəni vizasız gediş-gəliş rejimi və yaxud da ki, elektron viza rejimi tətbiq olunur. Məsəl üçün deyək ki, Azərbaycan Respublikasının vətəndaşları o coğrafiyada yerləşən bəzi ölkələrə, hətta deyəlim bir çox ölkəyə vizasız və yaxud da ki, elektron viza ilə səyahət etmə hüququna malikdir. Ancaq ki, məsəl üçün Azərbaycan Respublikası və Kamboca Krallığı arasında hər hansı bir münasibətlər yoxdur. Sadəcə olaraq o dövlətin özünün siyasəti budur. Məsələn, Xarici Nazirliyi belə bir qərar qəbul edir ki, həm yanvar ayının 1-dən etibarən və ya iyun ayının 1-dən etibarən biz bu ölkələr üçün vizaları ləğv edirik. Yaxşı, bəs həmin o viza rejimlərinin ləğvi hansı hallarda baş verir? Bax, burada niyə görə bu məsələni izah etmək istəyirəm? Çünki siz orada sual verdiniz ki, bəs belə bir qeydi bildirdiniz ki, Azərbaycan Respublikasının vətəndaşları İrana o qədər gedib gələ bilmirlər. Yəni, rahatlıqla və ya İran vətəndaşları gedib gələ bilmirlər Azərbaycana vizasız rejimdən. Məsələ bundan ibarətdir ki, dövlətlər məsəl üçün viza tətbiq edəndə baxırlar ki, hansı dövlətlərə bunu tətbiq edirlər. Ümumiyyətlə, viza rejimi nəyə görə tətbiq olunur? Viza rejimi ona görə tətbiq olunur ki, miqrasiyanın qarşısı alınsın. Bu və ya digər səbəblərdən. Məsəl üçün, deyək ki, X bir dövlət
belə deyim, müəyyən idarəetmə modelinə sahibdir. Həmin o dövlətin müəyyən prinsipləri var. Həmin o siyasi rejimin özünün xüsusiyyətləri var, belə deyim. Və ona uyğun olaraq viza qaydalarını müəyyən edir. Çünki məsəl üçün Y bir dövlətdən öz hökumətinə, öz dövlətinə qarşı təhdid görür. Və hər hansısa bir agentura, hər hansısa bir müəyyən elementlər ölkəyə daxil olmasın deyə o ölkəyə qarşı viza tətbiq edir. Məsəl üçün Şimali Koreya ümumiyyətlə bütün dünya dövlətləri ilə viza rejiminin çərçivəsində münasibətlərini qurur. Türkmənistan məsəl üçün bütün dövlətlərlə münasibətlərini viza rejimi çərçivəsində qurur. Türkmənistan vətəndaşları hətta belə deyim də, daha doğrusu Türkmənistan ərazisində hətta Özbəkistan və ya da digər qonşu dövlətlərdən insanlar gələ bilmirlər vizasız rejimdən faydalanaraq. Məsələ bax bundan ibarət, çünki Türkmənistan hökumətinin siyasəti bax bunun üzərində qurulub. Azərbaycan Respublikası hökumətinin İran İslam Respublikasının iqtidarı ilə hal-hazırda problemləri var və bu səbəblərdən həmin o viza rejimi tətbiq olunur. Əgər bu problemlər olmazsa, təbii olaraq artıq yəni viza rejimi də yumşaldılacaq və ya tamamilə olur. İndoneziyanın İranla hər hansı bir problemi də yoxdur əslində. Hər hansı bir problemin olması üçün bir əsas da yoxdur. Nə tarixi kontekstdə, nə siyasi kontekstdə, nə də digər məsələlər. Yəni iqtisadi olaraq bir-birlərinə rəqib ola biləcək sahələr də yoxdur o iki dövlətin. Ona görə onlar ləğv ediblər. Yəni. Problem yoxsa niyə də olmaz? Səudiyyə Ərəbistanı ilə olan münasibətlər bu fərqlidir. Burada nəzərə almaq lazımdır ki, bu əslində İran-Səudiyyə Ərəbistanı yox, bu Səudiyyə Ərəbistanı və Qərb ölkələri arasında olan siyasətdən əlaqədardır. Səudiyyə Ərəbistanında hal-hazırda olan iqtidar sürətlə Qərbdən uzaqlaşmağa meyillidir. Və hətta nəinki uzaqlaşmaq, ümumiyyətlə Qərb ölkələrini müəyyən mənada cəzalandırmağa, belə deyək, onlardan intiqam almağa meyilli bir hökumət formalaşmağa doğru gedir orada. Nəzərə almaq lazımdır ki, bu regionda Səudiyyə Ərəbistan kifayət qədər yaxın idi Qərb ölkələri ilə. Yaxşı, bəs bu regionda kim ən az yaxın idi Qərb ölkələri və kimin problemi vardı? İran İslam Respublikasının problemləri var. Və bu halda, yəni belə deyim də, loğru dildə desək, yəni göz dağı verilməsi kimi də buna baxa bilər. Yəni bu çərçivədə baxılmalıdır məsələ. Çünki Səudiyyə Ərəbistanı və İran arasında kifayət qədər problemlər hələ də qalmaqdadır. Yəmən məsələsi məsələsini tutalım ki, və ki Suriya məsələsi. Hə, müəyyən yumşalmalar var təbii ki. Çünki istər-istəməz əlaqələr əgər ki qurulursa, burada diplomatik kanallar artıq mövcuddur, müəyyən dərəcədə gərginlik azalır. Ancaq ki, bu demək deyil ki, tamamilə də bu gərginlik aradan qalxmış olur. Sadəcə olaraq daha belə deyək də, yumşaq səviyyədə olacaq yəni, müəyyən bir problemlər. Məsəl üçün, deyək ki, 2010-cu illərdə ya da 2000-ci illərdə olan Azərbaycan Respublikası və İran münasibətləri. Azərbaycan Respublikası və İran arasında 91-ci ildən etibarən münasibətlər gərgindir və problemlər var. Hər iki tərəfin bir-biri ilə əlaqədar problemləri var. Hər iki tərəfin müəyyən iddiaları var. Hər iki tərəfin gözləntiləri var. Ancaq ki, belə deyim də, bu münasibətlər enişli və çıxışlı olur. Və belə deyim də, hal-hazırda biz Azərbaycan Respublikası və İran İslam Respublikası arasında enişli bir, belə deyim, münasibətin şahidiyik. Yəni, məsələ bundan ibarətdir ki, belə deyək də, burada təkcə iki tərəfli yox, həmçindəki o tərəflərin hər birinin digərlərinə olan münasibətləri məsələsində baxılmalı. Burada həmçində İran, məsəl üçün, mən burada Səudiyyə Ərəbistanını dedim ki, yəni, məsəl Qərbdən uzaqlaşma siyasəti var. Lakin İranın da, məsəl üçün, Çinlə yaxınlaşma siyasəti var və Çinin də Səudiyyə Ərəbistanı ilə yaxınlaşma siyasəti var. Bu ona gətirib çıxardır ki, İran da müəyyən dərəcədə daha yumşaq, belə deyim də, mövqe qoymağa çalışır istərsinlər Səudiyyə Ərəbistanına qarşı. Onsuz da çox da ciddi bir problemləri yox idi bir-birləri ilə, amma yenə də bir-birinə güzəştə getməyə daha çox meyilli olur. Çünki daha qlobal, belə deyək də, maraqlar burada var. Misir məsələsi, Misir çox spesifik bir dövlət. Açığı mən Misirlə əlaqədar çox da dərin bilgilərim yoxdur. Çünki mənim məşğul olduğum sahə deyil o. Çünki o daha çox Şimali Afrika regionuna aiddir və onu ilə bağlı açığı mən hər hansı bir fikir bildirə bilmərəm. Hansısa bir regionla bağlı deyək, hansısa bir dövlətlə bağlı deyək fikirlərim yoxdursa. Ancaq istərsəməz müxtəlif regionları, müxtəlif belə deyim, dövlətləri tədqiq etdikdə və yaxud da ki, onlarla bağlı xəbərlərlə tanış olduqda Misirlə əlaqədar olan bəzi şeylər də mənim qarşıma çıxır.
Və Misir, belə deyim də, ümumiyyətlə dünyada hal-hazırda inkişafda olan və 91-ci ildən etibarən SSR-in dağılmasından sonra ortalığa çıxan güclü dövlətlər yaranmalıdır. Məsəl üçün İran, məsəl üçün Səudiyyə Ərəbistanı, Türkiyə. 90-cı illərə qədər o dövlətlər o qədər də əhəmiyyətli dövlətlər deyil. Ancaq ondan sonra vəziyyət dəyişməyə başladı. Bax, indi hal-hazırda bizim gözümüzün qabağında üçüncü bir belə deyim, dalğa gəlir. Məsəl üçün Nigeriya, Misir, Braziliya, Cənubi Afrika Respublikası. Bax, Misir məhz bax bu dövlətlərdən birisidir. Misir çox güclü dövlətlərdən birisidir. Özünün çox böyük hərbi sənayesi olan bir dövlətdir. Əhalisi sürətlə artan bir dövlətdir. Demoqrafiya ilə bağlı problemləri yoxdur. Oranın iqtisadi potensialı oranın çox böyükdür. Və Misirin Türkiyə ilə münasibətləri bir ara gərgin idi, sonra yumşalmağa başladı. Ancaq ki, onların da münasibətləri yəni stabil deyil. Stabil qaydada deyək ki, məsəl üçün gərginlik var və ya da stabil qaydada münasibətlər yaxşıdır yox. Həmçinin Misirin İsrail ilə münasibətləri o da stabil deyil. Misirin qərb ölkələri ilə, Yunanistanla məsəl üçün bir ara yaxınlaşması oldu. İran ilə münasibətlərin düzəlməsi də ola bilər. Çünki İran və Misir arasında hal-hazırda çox da əslində böyük bir problemlər yoxdur. Müəyyən, bəli, ola bilər ki, səbəblər olsun. Hər ikisi şərq dövlətləridir, hər ikisinin rəhbərlikləri şərq insanlardır. Şərq insanlar da balaca emosional olurlar. Hər hansısa bir, belə deyək, emosional bir qərar verilmiş ola bilər vaxtı ilə. Və indi o qərarları da aradan qaldırmaq lazımdır. Çünki dövlətlər, belə deyək, emosiyalar əsasında deyil, maraqlar üzərində yəni qurulur və idarə olunur. Ona görə hər hansı bir gərginliklər də varsa da, yəni ona hal-hazırda yəni açıq-aydın demək ki, yəni Misir və İranın arasında hər hansı bir gərginliyin olması üçün səbəb var, xeyir yoxdur. Yəni bu dövlətlərin bir-birinə rəqabəti yoxdur. Yəni ona görə niyə də olmasın, yəni iki ölkə arasında münasibətlərin düzəlməsi. Mən məsələn İran elm adamları ilə, savadlı adamları ilə, siyasi icmalçılarla danışanda onlar deyirlər ki, dünyada 3 dənə müsəlman ölkəsi, Misir, Türkiyə, İran birləşsə, dünyanın başqa problemi olmaz. Yəni, İslam aləminin, şərq aləminin başqa problemi olmaz. Bu 3 ölkə həm ərazi, həm ümumiyyətlə hər cürə imkanlara malik 3 ölkədirlər. Bunlar birləşsələr, dost olsalar, bunun insanlara çox xeyri dəyər. Nəinki biz görürük ziyanı. Mən indi istəyirəm sizdən soruşum. Mən bir məsələni qeyd edeyim bu son dediyinizlə bağlı. Bu bir balaca utopiyadır. Yəni. Mümkün deyil ki, baş versin. Çünki məsələ əslində Türkiyə və İran problemi də deyil. Məsələ bu iki coğrafiyanın bir-biri ilə olan problemlərdir. Yəni, və bu problemlər heç də dünənləri yaranmayıb əslində. Məsələn, deyək ki, Əhəmənilər dövründən etibarən bu iki coğrafiya bir-birindən problemlidir. O dövrdə sadəcə olaraq Yunanlarla Əhəmənilər döyüşürdü. Ondan sonra Midiya ilə, deyək ki, daha əvvəlcə Midiya ilə Lidiya orada savaşmışdı. Ondan sonra Əhəmənilərlə Yunanlar, ondan sonra deyək ki, Roma imperiyası ilə Sasanilər. Yəni orada həmişə bu iki coğrafiya arasında problem olub. Sonradan da yəni Səfəvilər, Osmanlılar və s. yəni. Bu günümüzə qədər də gəlib çıxıb belə. Misirə gəldikdə, Misirin Türkiyə ilə bağlı kifayət qədər problemləri var. Birincisi, burada postkolonial sindrom gedir. Çünki Misir biz bilirik ki, Osmanlının koloniyası olub və Türkiyədə Osmanlıçılıq ideologiyasının geniş şəkildə baş qaldırması, bu təbii ki, onun keçmiş koloniyaları və Osmanlı ilə problemləri olmuş tərəflər ki var, onlarda qıcıq yaradır. Haqlı olaraq bu qıcığı yaradır. Və bir məsələ də var ki, burada təkcə Ərdoğan deyil, yəni Ərdoğan iqtidardan getmiş olsa belə, onun bu illər ərzində formalaşdırdığı bu Osmanlıçı kütlə var, yəni. Onlar yoxa çıxmayacaqlar, yəni. Onlar qalmış olacaqlar və zaman-zaman ola bilsin kimlər ki, məsəl üçün deyək ki, Misir və Türkiyə münasibətlərinin düzəlməsini istəmirlər. Məhz o şəxslərdən istifadə edəcəklər, yəni. Hər hansı bir bəyanat ola bilər və ya provokasiya ola bilər və s. Misir və Türkiyənin ondan əlavə, yəni postkolonial sindrom məsələsindən əlavə digər problemi də məhz bu Aralıq dənizi hövzəsinin bölünməsi ilə əlaqədardır. Biz bilirik ki, Türkiyənin çox böyük orada iddiaları vardı, çünki qaz yataqları var orada. Bununla bağlı da problemlər var idi. Ona görə və
bir məsələ də var ki, bu coğrafiya çox aralıdır bir-birindən, yəni çox məsafəlidir. Və həmçində bura təkcə bu üç dövləti yox, bura məsəl üçün digərlərini də əlavə ediyorlar ki, daha da məsəl üçün deyək, Səudi Ərəbistanı, İran, Türkiyə və Misir məsəl üçün yaxın olmuş olarlarsa bir-birlərinə. Mən daha çox burada dördüncü Səudi Ərəbistanı da əlavə eləyərdim. Çünki ərəb ölkələrinin bir hissəsini əlavə edib, digər hissəsini əlavə etməmək alınmır. Ancaq bu dörd dövlət bir-biri ilə münasibətləri yaxın olmuş olarsa, bu halda biz deyə bilərik ki, ümumiyyətlə yaxın şərqdəki problemlər həll olunmuş ola bilər. Diyaloq mühiti ilə hər bir şeyi həll etmək olar. Yox, indi zaman başqa zamandır, dövran başqa dövrandır. Biz əlbəttə ki, indi Teymurlən eşeği buraxırdı qabağa, onunla gedirdi, dünyanı fəth edirdi. İndi zaman başqa, dövran başqa dövrandır. Yəni, dövlətlər nə qədər bir-birinə uzaq da olsa coğrafi, amma bir-birinə yaxınır. Hər cürə texniki əslidir. Bir məsələ də qaldı, yəni İranla Rusiya arasında imzalanan Rəşd-Astara dəmir yolu 170 kilometrlik yoldur, bilirsiniz. Ona şimal-cənub da deyirlər o yola. O gəlib düşəcək Xəzər dənizinə, oradan da gələcək demək Volqa çayına, oradan düz gedir. O da onun bir ucu gedib Misirə çıxır. Çox güclü bir yoldur o yol, demək. O yolun, demək, Rəşd-Astara yolunun, o ki, Rusiya ki... Dəmir xəttini nəzərdə tutursunuz. Bəli, dəmir xəttinin onun müqaviləsini bilirsiniz də, Rusiya prezidenti ilə İran prezidenti imzaladı. Özü də ki, onlar, yəni bu televiziya vasitəsilə. Və orada bu imzalanan mərasimdə bilirsiniz də, üçüncü bir ölkənin prezidenti də olmalıydı, olmadı, Azərbaycanın prezidenti. Yəni bilirsiniz, bu özlüyündə əlbəttə ki, mən orada fikir verdim ki, Rusiya prezidenti 2 dəfə Azərbaycanın adını çəkdi, amma İran prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın adını çəkmədi. Yəni bu da sizcə o siqnal deyil ki, yəni bu torpaqlar bizimdir, biz buranın sahibi olmuşuq, 200 ildir sizdədir, biz üçüncü bir adamı tanımırıq. Yoxsa burada başqa amillər var. İstərdim ki, sizin fikriniz, mən bunu sizdən əvvəlki müsahibimə bu sualı vermişəm, başqa cavab almışam. İndi bilmirəm siz hansı cavab verəcəksiniz. Hərəsinin fikri var, bütün fikirlərə biz belə ehtiramla yanaşırıq. Buyurun. Sözə gedən dəmir yolu xətti məsələsi ki var, o çoxdan da müzakirə olunan bir məsələlərdən idi. Uzun illərdir ki, bunu müzakirə edirdilər. Şimal-Cənub dəhlizi deyilir buna. Bu son illərdə daha da öz aktuallığını qazanıb. Son bir il ərzində ümumiyyətlə Rusiya və Qərb arasında olan konflikti məsələ alarsa, daha da şiddətli şəkildə bu məsələ üzərində işlənilirdi. İran həmçinin blokadadan çıxmaq, çünki İran qeyri-rəsmi olaraq blokada şəraitində idi. Çünki cənubda Körfəz ölkələri, digər tərəfdə İraq, bu bir tərəfdə Türkiyə, Pakistan, Əfqanistan, Türkmənistan, yəni Zəngəzur məsələsi İran üçün niyə görə aktual idi, niyə görə bu qədər həssas yanaşılırdı? Səbəblərindən birisi də bu idi. Çünki İranın ən əsas, belə deyim, ən təhlükəsiz, ən rahat dünyaya çıxışı məhz üzü şimala doğru mümkün idi olsun, indiki şəraitdə. Ancaq ki, İran çox böyük bir dövlətdir və hər bir şeyi bir yolun üzərinə inşa eləsin, hər bir şeyi bir yolun üzərindən, belə deyim də, planlaşdırsın, bu o qədər də düzgün deyil. Yəni, bu deyil. İran bu mövzuda 3 yolu düşünmüşdü. Biri Zəngəzur üzərindən hərəkət edirdi. Ermənistan və oradan Gürcüstan, daha sonra isə Qaradəniz Avropaya çıxır. İkinci yol burada nəzərdə tutulurdu məhz Rəşd vasitəsindən və həmçində Mazandaran ərazisindən, ən çox da Rəşd burada getdi, Gilan ərazisindən, gəmi vasitəsilə Həşərxana doğru malların daşınması, Xəzər dənizi vasitəsindən. Nəzərdə almaq lazımdır ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyaya əsasən, deməli, Xəzər dənizinin orta hissəsi ki var, o ümumi ərazidir. O tamamilə yəni bölünməyib. Dəniz sahilindən müəyyən məsafəyə qədər milli sular sayılır.
Daha sonra isə beynəlxalq sular hesab edilir. Yəni ona görə texniki olaraq burada Azərbaycan və Türkmənistan, Qazaxıstan ərazisindən keçib getməsində ehtiyac da yox idi. Yəni İran ərazisindən birbaşa olaraq neytral sulara çıxılırdı və daha sonra Rusiya sularına daxil olunur. Üçüncü yoldakı məhz sizin dediyiniz deməli Rəşd Astara və daha sonra isə Astara, İran Astarası və Azərbaycan Respublikası Astarası arasında dəmir yolu xətti məsələsi idi. Bununla bağlı görüşlər keçirilib. Hətta üç tərəfli görüşlər olub, olmuşdu. Rusiya prezidenti, İran prezidenti və Azərbaycan Respublikası dövlət başçısı arasında Tehranda olmuşdu hətta belə bir görüş. Ondan əlavə bu Rusiya ilə danışıqlarda da kifayət qədər müzakirə olunub. İran tərəfi ilə də müzakirə olunub və mən bildiyim qədərilə İran dəmir yolları ilə Azərbaycan dəmir yolları arasında bununla bağlı müqavilə də imzalanıb. Yəni bu müqavilə faktiki olaraq artıq var. Astaraya qədər, yəni dəmir yolu xəttinin Astara dəmir yolu xəttinin çəkilişi ilə bağlı. Yəni ona görə texniki olaraq baxsaq biz məsələyə, İlham Əliyevin getməsinə ehtiyac var idimi? Sırf əgər texniki olaraq baxsaq. Xeyr, yəni getməyə bilərdi. Yəni Moskvada həm görüşdə iştirak eləsin və müqaviləyə qol çəksin. Ancaq ki bu texniki tərəfidir məsələnin. Təbii ki getməli idimi? Bəli, getməli idi. Çünki bu yol Azərbaycan Respublikası ərazisindən də keçəcəksə, bəli, daha əvvəldə müqavilə imzalanıb, yəni yenidən gedilməli idi və gedilmədi. Və bu gedilməmənin də səbəbi təbii ki, bir növ İran İslam Respublikasından olan münasibətlər məsələsidir. Yəni bu qədər problemlərdən sonra İlham Əliyevin durub gedib müqaviləyə qol çəkməsi və ya da ki, orada istərsin getdikdə, orada xarici bir dövlətdə İlham Əliyev dava edə bilməzdi. Ancaq ki, məhz onun ölkə daxilində, daxili auditoriya üçün işlətdiyi ritorikalardan sonra belə deyək də, cənab rəisi ilə çox səmimi, yaxın, belə deyim, gülərüz davranması da biraz çaşqınlıq yarada bilər içəridə. Və həmçində Azərbaycanın digər partnyorlarında. Yəni İlham Əliyev bəli, yəni mahiyyətcə bəlkə daha da pisdir Ərdoğandan, ancaq Ərdoğan deyil. Ərdoğan çox rahatlıqla çıxıb insanlara deyə bilir ki, bizi aldatdılar, kandırıldıq məsəl üçün də bunu deyə bilir. Amma İlham Əliyev bunu deyir. Çünki İlham Əliyev... Ərdoğanla müqayisədə İlham Əliyev axı müstəqil deyil. Yox, məsələ... Ərdoğan nə qədər də olsa biraz müstəqildir. Yox, burada təkcə o deyil məsələ. Məsələ burada müstəqillik məsələsində də deyil. Məsələ bundan ibarətdir ki, İlham Əliyev özü haqqında formalaşdırdığı imic bundan ibarətdir ki, biz dediyimizdən dönmürük və bizim səhvlərimiz yoxdur. Biz heç bir halda səhv edə bilmərik. Ərdoğanın səhvləri olduqda və əgər ki, burada siyasi manevr etmək lazımdırsa, Ərdoğan bunu eləyə bilir. Məsəl üçün, Suriya mövzusunda. Vaxtilə əslində qardaşım Əsad məsəl üçün deyirdi, sonra qardaşım Əsad oldu. Ondan sonra təzədən məsəl üçün deyə bildi ki, biz barışa bilərik olar. Amma ki, məsəl üçün İlham Əliyevin nə daxili siyasətdə, nə xarici siyasətdə belə bir dəstək xətti yoxdur. Reveransı yoxdur da. Yox, yəni hər bir siyasi dövlət başçısının özünün belə deyək də, müəyyən üslubu olur. Məsələn, Şimali Koreyanın da özünün üslubu var. Bəli, onlar da hərdən geri addım atırlar. Ancaq onlar o geri addımı atanda bir balaca buna nəsə bir don giydirməyə çalışır. Azərbaycanda bu bir balaca fərqlidir. İstəsələr don giydirə bilərlərmi? Yəni İranla münasibətləri yenidən düzəltmək üçün? Təbii ki, ola bilər. Ancaq ki, buna ehtiyac da görülmür hələ. Yəni o dərəcədə təzyiq yoxdur Azərbaycan Respublikası iqtidarına. Və ya da ona olan dəstək ki var müəyyən qüvvələr tərəfindən, onlar da azalmayıb. Ona görə də İlham Əliyev buna ehtiyac görmür. Əgər ki, siyasi düzən dəyişmiş olarsa, şahmat taxtasındakı daşların yeri dəyişmiş olarsa və ya da bir balaca dəyişmiş olarsa, təbii ki, İlham Əliyev də müəyyən bahanələr tapa bilər. Ancaq o heç vaxtı gəlib bilməyəcək ki, biz səhv eləmişdik. Uzaqbaşı deyə bilər ki, yəni, bu müəyyən, belə deyim, qüvvələrin bizim aramızı vurmasına çalışması idi və s. Problemlər vardı və bunlar oldu, bitdi. Yəni, bu müstəvidə görə bilər. Ancaq ki, yox, kimlərsə müdaxilə elədilər, yoxsa biz səhv eləmişdik, mənə yanlış məlumat məruz olunmuşdu, onu deyəsi deyil. Yəni, İlham Əliyevin getməməsinin səbəbi də hal-hazırda budur ki, yəni, birinci ona təzyiq yoxdur bununla bağlı. O getməyə də xüsusi bir ehtiyac da görmədi.
və həmçindəki ona olan dəstək də, yəni anti-İran onun ritorikasında dəstək də yəni azalmayıb, yerindədir, gündəmdədir hələ də. Ona görə də yəni İlham Əliyev orada iştirak etmir. Cemboleşdə burada nəzərə almaq lazımdır ki, ondan əvvəl də texniki olaraq hər hansısa bir müqavilələr var. Yəni dəmir yolu xətti Aydın məsələdir. edə bilər. Sizin fikriniz aydındır. Çox sağ olun cavaba görə. Demək, istədim bir-iki sualımız da var. Bir sual soruşum. Yəni, bunu siz bilirəm Avropada yaşayırsınız da, gəzirsiniz Avropanı. Avropaya yaxşı bələdsiniz. İstərdim soruşam sizdən. Bilirsiniz, bu Ukrayna krizisindən sonra, yəni Ukrayna krizisinə aid sizə sual verməyəm. Bilirəm ki, siz bu işdə çox da məlumatlı deyilsiniz. Siz bu sualı mənə verə bilərsiniz. Nəysə, bugünkü söhbətimizdə ona toxunmuruq. Sadəcə olaraq sizdən bir sözü soruşmaq istəyirəm. Tamaşaçılar baxır, gəlin səmimi olan. Ukrayna krizisi başlamamışdan əvvəl və Ukrayna krizisindən sonra Avropada yaşayış fərqlidirmi? Siz onu hiss edirsiniz də? Avropada yaşayış fərqlidirmi? Bəli, fərqlidir. Təbii ki, yəni qiymət artımı olub, yanacağın qiymətində artım var. Təbii ki, yanacağın qiymətində artım olduğuna görə müəyyən belə deyək ki, məhsulların qiymət artımları da müşahidə olunur. Və yaxud da ki, nəzərə almaq lazım, inflyasiya güclənib. Bəli, bu hiss olunur. Fərqlilik var. Dövlət bununla bağlı hər hansısa bir tədbirlər görürmü? Görür, ancaq daha da yaxşı görmək olardı. Mən elə gəlir. Ümumiyyətlə, burada məsələ həm də ondan ibarətdir ki, Ukrayna krizisi niyə görə bu dərəcədə hiss olunur? Çünki koronavirusla əlaqədar, COVID-lə əlaqədar burada çox sərt qaydalar var idi və kifayət qədər biznes sahələri bağlanmışdı. Kiçik biznes çox böyük zərər görmüşdü. Bununla bağlı dəstək oldu mu dövlət tərəfindən ki, yəni bu hadisələr yaşanmasın? Oldu, amma gecikmiş oldu. Məsələn, mən Almaniya nümunəsindən görürəm. Almaniya bürokratik bir dövlət, bürokratik maneələr var. Qərarlar çox uzun, yəni müzakirələrdən sonra qəbul olunur və müzakirə mədəniyyəti var. Yəni bir şəxsin çıxıb bundan sonra biz bunu belə etməliyik deməsi o qədər də asan deyil. Yəni, bu uzun müzakirədən sonra olur. Ona görə müəyyən gecikmələr olmuşdu və onsuz da kifayət qədər yaşanır, kifayət qədər problemlər yaşanırdı. Bunun ardıca, yəni müharibənin nəticələri, yəni təbii ki, hiss olunur. Bununla da əlaqədar, yəni tədbirlər görülürmü? Bəli, görülür. Daha da yaxşı ola bilərmi? Məncə bəli, daha da yaxşı, daha da belə deyim də ciddi addımlar atıla bilər. Aydın məsələdir. Bu krizis demək, əlbəttə ki, Avropada hiss olunur və əlbəttə ümumiyyətlə hər yerdə hiss olunur. Məsəl üçün, bayaqlar siz dediniz ki, Misir. Mən Misir-şünas deyiləm, ümumiyyətlə Şimali Afrika ilə o qədər də məşğul olmuram. Ancaq ki, mən xatırlayıram bu müharibə başladıqda, səhv etmirəmsə, yağ ilə əlaqədar idi, ya unla əlaqədar idi, dəqiqətlə deyək, bəlkə də hər ikisi ilə. Misir və Livanda kifayət qədər problemlər var idi. Bitki yağı. Yəni, bilirsiniz, heç gözlənilməyən belə deyim, regionlarda bununla bağlı problemlər yaşanır. Bitki yağı axı Ukraynadan, Rusiyadan gedir ona görə. Əsas, yəni. Və nəzərə almaq lazımdır ki, bu müharibə ümumiyyətlə dünyanı əhatə edən bir müharibədir. Buna artıq hətta belə deyək də, təbii ki, yəni bu konflikt başlayanda bu xüsusi hərbi əməliyyat kimi nəzərdə tutulmuşdur. Çünki bunu heç kəs gözləmirdi ki, yəni bu həddə gəlib çata bilər söhbətlər. Mən belə düşünürəm. Hər iki tərəfdə, həm Rusiyada, həm Qərbdə. Bəli. Sadəcə olaraq müəyyən bir məqam oldu ki, bu nəzarətdən çıxdı. Çünki nə Qərb məsəl üçün geri addım ata bilərdi. Çünki Qərb ölkələrində avtoritet var. Və nəzərə almaq lazımdır ki, ondan əvvəl problem yaşanmışdı Əfqanistanda. Əfqanistandan çox biabırçı bir şəkildə NATO-nun tərk edib getməsi və Talibanın... Həmin biabırçılığı Ukraynada onları gözləyir. Nəysə. Və məsələ indi ondan ibarətdir ki, həmin o biabırçılıqdan sonra Ukraynadan da geri çəkilmək Qərbin belə deyim, nüfuzuna kifayət qədər xələl gətirilməsi deməyi vardı. Burada Bidenin siyasəti də var, burada Amerikanın daxili siyasi məsələlər də var. Yəni, nəzərə almaq lazımdır. Rusiya da geri çəkilə bilməzdi bu məsələdən. Bəli. Sabahları, yəni, belə deyək də, Rusiya oradan geri çəkilmiş olsa, sabahları
Bu da Tacikistan, Qırğızistan, Qazaxıstan və s. Rusiya hansı gözlə baxacaqlar? Sən Ukraynadan geri çəkildin, yəni söylədin. Yəni bu təkcə ona görə Ukrayna məsələsi də deyil. Həmçinin burada əhalinin verdiyi reaksiyalar var. Yəni Rusiya əhalisinin əhəmiyyətli hissəsi bu hərbi əməliyyatı dəstəkləyir. Avropada da məsəl üçün həmçinin var kifayət qədər əhali ki, məhz Ukraynanın savaşmasının tərəfdarıdır. Yəni ona görə də burada təkcə siyasətçilər çıxsınlar. Demək Avropalılar Rusiyanın tərəfdarıdır. Belə çıxır. Yox, Yəni Avropada var təbii ki, Rusiyanın tərəfdarları. Mən burada daha çox yəni o nəzərdə tuturam. Ukraynanın tərəfindədir. Yəni. O heç olmur. Yəni bu da var. Yəni söhbət ondan gəlir ki, ona görə hər iki tərəf belə deyil. Geri çəkilə bilməz bu müharibə. Ancaq ki bu müharibə təbii ki ona gətirib çıxardır ki, silah anbarları boşalır. Belə deyim də silaha xərclənən pullar ki var, bunlar daha başqa sahələrə, daha faydalı işlərə xərclənə bilər ki, xərclənmir. Nəzərə almaq lazımdır ki, yəni istər Qərbin Rusiyadan, istər Rusiyanın Qərbdən asılı olduğu müəyyən sahələr var idi. Bu münasibətlər təzədən qurulmalıdır. Yəni müəyyən bir konstruksiya var idi. Yəni məsəl üçün ki, illərlə alışmışdılar ki, məsəl üçün Rusiya hansısa malı Qərb ölkələrindən alır, Qərb isə hansısa malları belə deyir Rusiyadan alır və hansısa bir münasibətlər var idi. Bu konstruksiya pozulmuş oldu. Bu münasibətdə konstruksiyalar pozulmuş oldu və bu da təbii ki, sosial cəhətdən, iqtisadi cəhətdən müəyyən problemlərə yol açdı. Bəli, logistika pozulub da, logistika təzədən qurulmalıdır. Logistika pozulub, ondan əlavə məsəl üçün şirkətlər, əvvəllər məsəl üçün konkret olaraq Qərb şirkətləri bilirdilər ki, gedib məsəl üçün Rusiyadan X bir malı ala biləcəklər. İndi məsəl üçün tutalım ki, ya bunu ala bilmirlər, ya bunu alırlar, bunun pulunu necə köçürtməlidirlər, hansı valyuta ilə köçürtməlidirlər, hansı bank əməliyyat sistemi ilə köçürtməlidirlər. Və ya da ümumiyyətlə bu malın alınması və ya satılması ümumiyyətlə leqaldırmı, leqal deyilmi? Çünki sanksiyalar var. Və heç bir şirkət Qərb dünyasında istəməyəcək ki, o sanksiyalar siyahısına düşsün. Həmçində Rusiyanın da məsəl üçün alışmış olduğu müəyyən ola bilər ki, hansı mallar var idi ki, onu alırdı ənənəvi olaraq Qərb ölkələrindən. İndi məcburdur ki, başqa belə deyək, bazarlardan o malı ixal eləsin. Və ya da ki, məsəl üçün Rusiyanın ixrac etdiyi konkret malları var idi əvvəllər ki, indi məsəl üçün başqa bazarlara axtarmalıdır. Və bu iki zaman kəsiyi ki var, o bazarın dayandığı və yeni bazarın tapıldığı dövr, o 2 ayda ola bilər, 3 ayda ola bilər, 4 ayda ola bilər, 5 ayda, 1 ildə ola bilər. Bax, həmin o dövrdə, o zaman kəsiyində problemlər təbii olaraq yaranır. Və o problemlər də elədir ki, zəncirvarı qaydada digər problemlərin yaranmasını gətirib çıxarır. Mən elə bilirəm ki, bilirsiniz, mən ona görə yox ki, Rusiyada yaşayıram, Rusiyanın tərəfindəyəm. Ümumiyyətlə, mənim əqidəm budur. Siz məni azdan çoxdan tanıyırsınız. Ümumiyyətlə, Rusiyada elə bir siyasi rəhbərlik, elə bir siyasi istek biçimini, yəni o sahada çalışan insan olmaz ki, deməsin ki, bizə qələbə lazımdır. Qələbə də nə deməkdir? Qələbə də odur ki, Ukrayna tam məğlub edilməlidir. Demək, artıq vəziyyət, siz dediyiniz əvvəlki vəziyyət kimi deyil. Vəziyyət artıq tam dəyişir. Şəhərlər dağılır, bəli, artıq ola bilsin, hətta müharibə elan eləsin. Yəni, hərbi operasiya ki, əməliyyat ki deyirlər, onu xüsusi hərbi əməliyyatın adını dəyişdirsinlər. Sadəcə olaraq məsələ burada adın dəyişdirilməsində də deyil təkcə. Onsuz da bu məlum bir məsələdir ki, artıq müharibə gedir. Bunu hətta Rusiyanın bu və ya digər şəkildə müəyyən rəsmi və qeyri-rəsmi şəxslər də artıq bunun müharibədir. Bu rəsmi olaraq deyilmir hələ ki. Əvvəllər bu, bəli, xüsusi hərbi əməliyyat idi. Çünki belə bir düşüncə var, belə bir ehtimal var idi, belə bir hesablama var idi ki, çox qısa bir müddətdə, bir neçə həftə ərzində ümumiyyətlə... Bəli. O elə olmalı idi. Ona görə də, yəni, məhz bu cürə layihələndirildiyinə görə buna niyə görə müharibə adı verəsən? Buna xüsusi hərbi əməliyyat adı verilir. Ancaq ki, son bir ildən çoxdur artıq. 1-3 aydan çoxdur. 1-3 aydan çox gedən bir dövrdə biz bunu görürük ki, artıq bu xüsusi hərbi əməliyyat, yəni 1 il 3 ay çəkmiş. Yəni bu artıq müharibədə onsuzdur. Və hərbi əməliyyat elə bir şeydir ki, o lokal bir ərazidə keçirilir. Yəni, maksimal dərəcədə deyək ki, məsəl üçün, Kiyev və ətrafı və yaxud da ki, deyək ki, məsəl bütünlüklə Ukrayna ərazisində olur.
Əgər bu məsələdən artıq digər dünya ölkələri bu və ya digər şəkildə, təkcə burada iqtisadiyyat, enerji məsələsi deyil. Evet. Qarabağda gedən hadisələr məsəl üçün tarixi, Qarabağda gedən hadisələrin son 1 il, 3 ay ərzində gedən hadisələrin bir ucu da məhz baxılmalıdır Ukrayna-Rusiya münasibətləri. Və ümumiyyətlə geniş götürülərsə Rusiya və Qərb münasibətləri. Yani Ukrayna krizisinde Rusya ben sadece olarak bunu deyirəm, bizim tamaşaçılar da bunu eşitsin, bunu bilmeyenler de bilsin. Rusya'nın sadece olarak uduzmaq mənəvi haqqı yoxdur və buna heç beyninə də gətirmək lazımdır. Sadece olarak biz istəyərdik ki, bu biraz tez qutarsın. Yani insanlar ölür, tələf olur. Amma əfsuslar olsun ki, nə Qərb, Rusiya buna hazırdır qurtarmağına. Amma Rusiyanın artıq tələbləri başqadır. Ukrayna'da bir dövlət olmayacaq bu formada. Bilirsiniz, sizin dediyiniz məsələ ki var, bu mövzunun bir yekun olaraq deyim, yəni. Bu elə bir məsələdir ki, hər iki tərəf yəni də müharibənin tez bitməsini istəyir. Bu hərbi konfliktin tez bitməsini istəyir. Hər iki tərəf daha az itki ilə bunun bitməsini istəyir. Və hər iki tərəfin, belə deyim də, iddia etdiyi məsələlər ki var, bu digəri tərəfindən qəbul edilməz. Bəli. Yəni, mümkün deyil ki, hər iki tərəfdən hər hansısa bir tərəf digərinə güzəştə getsin. Çünki bu qədər itkilərdən sonra hər iki tərəfdən, bu qədər pullar xərclənir bu məsələyə. Bu qədər səsküydən sonra, bu qədər problemlərdən sonra, yəni bu 2014-cü ildə Krım və Donetsk və Luganskın ətrafında olan məsələ deyil. Yəni. Bu çox geniş bir miqyasda olan bir məsələ oldu və bundan sonra tərəflərdən birinin geri çəkilməsi mümkün deyil. Yəni hər iki tərəf, belə deyim, bir-birini dalana dirəmiş bir vəziyyətdədir. Ona görə bunu qısa bir müddətdə bitəcəyini gözləmək də mənə elə gəlir ki, lazım deyil. Yəni təəssüflər olsun ki, reallıq budur. Bəli, biz də istərdik ki, əlbəttə ki, bunlar tez bitsin. Və bütün bunlar əlbəttə ki, bildiyiniz kimi həm Qafqazda, həm regionda bütün bu məsələlər bir-birinə zəncirvari bağlıdır. Amma çoxları elə fikirləşir ki, mən bunu da qoydum, elə fikirləşir ki, bizim regionumuzu təkcə Rusiya bu məsələləri həll edir. Yox, elə deyil. Geosiyasət elə gətirdi ki, Rusiya özünün dünyada təkləndiyini gördü. Hərçənd ki, Rusiya tək də olsa şirdir. Yəni özünü göstərdi. Və Şimal ayısı ilə İran birləşdiyi müttəfiqliyi, onların müttəfiqliyi regionda çox şeylər dəyişdirəcək. Və çoxları elə fikirləşir ki, məhz regionun məsələlərini bütünlüklə Rusiya həll edəcək. Mən onu deyim burada, qoy bizim tamaşaçılar da bilsin, eşitsin. Regionun məsələsini artıq əlxüsusda Qafqazı, Cənubi Qafqazı, Rusiya ilə İran birgə məsləhətləşmədən sonra bütün bu problemləri həll edəcəklər. Və ona görə bizim region xalqları, həm ermənilər, həm talışlar, həm tatlar, həm oradakılar, bütün bunlar İran və Rusiya faktorunu nəzərə almalıdırlar və bunlardan özləri üçün bir, necə deyərlər, nəticə çıxartmalıdırlar ki, bizim gələcək həyatımız necə olacaq? Hələ bu müharibə ritorikasıyla bu cür yaşamaq qeyri-mümkündür. İstəyirəm ki, siz də öz fikrinizi, söhbətimizin axırıdır, yekunlaşdırasınız və yekun sözünü deyəsiniz, buyurun. Təbii ki, yəni Rusiya və İran güclü aktyorlar buradan. Ancaq ki, müəyyən digər təsirlər varmı? Var. Yəni burada məsəl üçün Hindistanın təsirlərinə baxmaq lazımdır, burada Çinin təsirlərinə baxmaq lazımdır. Bu bizim xoşumuza gəlsə və ya da gəlməsə, kimsə bunu qəbul etsə, etməsə də bu regionda Türkiyə də var. Bəli. Burada İsrail də var, burada Böyük Britaniya var, burada Amerika var, burada Avropa İttifaqı var. Yəni birbaşa çox asan bir konstruksiya deyil. Uzun illər əvvəl Azərbaycan hökuməti və onların dəstəkçilərinin səsləndirdiyi belə bir fikir var idi ki,
Siz Azərbaycanı istəyirsiniz Suriyaya döndürəsiniz. Əzizlərim, Azərbaycan deyil, ümumiyyətlə Qafqaziya artıq Suriyanın vəziyyətindədir. Bəli. Suriyada da bu günləri məsəl üçün təbii ki, əsas yəni mərkəzi hökumət Dəməşqdədir və o Bəşər Əsədin əlindədir. Bəşər Əsəd biz bilirik ki, yenidən belə deyim də siyasət səhnəsinə də geri qayıtmağa başlayır. Təbii ki, etirazlar var. Məsəl üçün Küveyt o qədər isti baxmır bu məsələyə. Ancaq ki, yəni istər-istəməz yəni müəyyən sinmələr görünür. Və Bəşər Əsəd biz bilirik ki, yəni İran və Rusiya tərəfindən, yəni dəstəkləndi, bəli. Ancaq ki, Suriyada təkcə bu deyil. Suriyada Türkiyə də var. Türkiyədən əlavə orada Amerika da var. Məsələn, bunu da nəzərə almaq lazımdır. İraqdır, məsəl üçün, Zaqafqaziyanı ümumiyyətlə İraqa da bənzətmək olar. Məsəl üçün, İraqın Kürd regionu ki var, onlar kifayət qədər Amerika və İsraillə yaxındırlar. Nisbətən də qərb ölkələri ilə. Qalan yerdə qalan İraq ki var, o ərəb ölkələri, bir hissəsi də İranla məsəl üçün daha çox yaxındır. Yəni, çox qəliz bir konfigurasiya var və Zaqafqaziyada bu vəziyyətdir. Təbii ki, yəni, belə deyək də, Rusiya ilə İran müəyyən bir qərar verərsə, o qərarın keçmə ehtimalı çox böyükdür. Və onların təsir imkanları daha güclüdür bu barədə. Ancaq ki, tamamilə burada ancaq bunu demək ki, bu ikisindən asılıdır yox. Məsəl üçün, baxır hansı regionda, baxır hansı məsələ ilə bağlı. Bunu da nəzərə almaq lazım. Məsələn, Gürcüstanla bağlı İranın edə biləcəyi o qədər ciddi bir şey yoxdur. Hətta mən deyərdim ki, həmin o Kvemo-Kartli ərazisi ki var və hətta Azərbaycanlıların Borçalı regionu ki var. Orada belə, yəni, İranın müəyyən addımları var. Var elə şey, bəli. Var, ancaq ki, bu o dərəcədə ciddi səviyyədə deyil. Və ola da bilməz, çünki Borçalı regionu çox spesifik bir regiondur. Və orada İranın hər hansısa bir şəkildə çox ciddi bir səviyyədə nüfuz qazanması, məsələn, Talış regionunda olduğu kimi nüfuz qazanması qəliz məsələdir. Oranın nüfuz dairəsi başqadır. Məsələn, o regionda İsrailin nüfuzu yoxdur o qədər. O regionda Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının o qədər nüfuzu yoxdur. Ancaq Türkiyənin nüfuzu məhz o regionda var. Bəli, yaxındırlar da quru sərhədləri var. Yox, olan quru sərhədi yoxdur. Borçalı ilə Türkiyənin quru sərhədi yoxdur. Gürcüstanın var da, yəni gedirlər Gürcüstanla. Yox, yəni Gürcüstanın məsəl üçün digər ərazilərində orada vəziyyət fərqlidir. Orada məsəl üçün Türkiyənin yox, orada məsəl üçün ola bilər ki, Böyük Britaniyanın, Amerikanın, Avropa İttifaqının nüfuzu daha güclü olsun. Yəni baxır hansı regionu götürür, hansı кейsi burada götürür, hansı məsələni götürür. İranın Azərbaycan Respublikası ərazisində nüfuzu məsəl üçün varmı? Var, Talış regionunda. Bu danılmazdır, yəni bu çox güclü bir nüfuzdur. Və yaxud da ki, məsəl üçün nisbətən daha güclü olduğu region Naxçıvanı götürə bilərik. Bəli, Naxçıvandır. Amma Naxçıvanda məsəl üçün o həmçində Türkiyənin nüfuzu var və orada rəqabət məsələsi var. Talış regionunda məsəl üçün rəqibsiz olaraq İran nüfuz sahibidir. Məsəl üçün belə deyək də, Azərbaycan Respublikasının şimal əraziləri ki var, ənənəvi olaraq belə deyək də, Dağıstanın cənub hissəsi belə deyək ki var. Həmin ərazilərdə İranın nüfuz qazanması üçün hər hansı bir əsas yoxdur. Çünki heç bir cəhətdən yəni onlara bağlı deyillər. Azərbaycan Respublikasının məsəl üçün götürək qərb hissəsini, bu Gəncəbasar və tarixi adı ilə Aran ki var. Tarixi adı ilə götürsək Aran, onu da iki hissəyə bölmək olar. Məsəl üçün deyək ki, Qarabağ regionu, Aranın cənub hissəsi. Ora çox qatma qarşılıqdır. Orada İrana meyilli də insanlar tapa bilərsiniz. Oranın insanlarında, mən Qarabağ əhalisini nəzərə tuturam. İrana meyilli də insanlar kifayət qədər var. Türkiyəyə meyilli insanlar var. Rusiyaya meyilli insanlar var. Ümumiyyətlə, heç kəsə meyil etməyə tamamilə müstəqil olaq və ya da hamı ilə bərabər şəkildə münasibətləri quraq deyən insanlar da var. Çox qarşıdır. Aranın şimal hissəsi, yəni Gəncəbasar zonası ki var, indiki təbirləncəsi. Orada daha çox, məsəl üçün, Türkiyəyə meyil görmək mümkündür. Amma az da olsa İranın təsiri var və İranın təsirindən sonra Rusiyanın təsirini bir balaca görmək olur. Məsəl üçün, Şəmkir ərazisi ki var, Şəmkir əhalisinin əhəmiyyətli məsələ Rusiyada işləyir. Bəli, bəli. İqtisadi cəhətdən yəni şeydir. Gəncədə zətdə məsəl üçün deyək ki, Şiə kəsiminin üzərində kifayət qədər İranın təsiri var. Amma çox da güclü səviyyədə deyil. Əsasən Gəncə və ətrafı ilə məhdudlaşır. Amma məsəl üçün Qazax, Tovuz, Gədəbəy, Daşkəsən orada daha çox gedib Türkiyənin təsiri.
Yerdə qalır Şirvan regionu. Şirvan regionu daha çox, belə deyim də, bu tərəfdarıdır ki, bunu mən bir Şirvanlı olaraq da və bütün Şirvanlıların da adından məsuliyyəti tamamilə öz üzərimə götürərək deyirəm. Şirvanlıların istədiyi hamı ilə mehriban qonşuluq siyasətidir. Yəni. Bütün dini inanclarla, bütün millətlərlə, bütün qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır. Yəni kiməsə meyl etmək və yaxud da ki, Şirvan ərazisinin digər bir öz qonşusu üçün platform olaraq istifadə olunmasının əleyhinədir. Şirvan bununla razı olası deyil. Yəni, söhbət əksəriyyətindən gedir. Yəni. Şirvan cəmaatının istədiyi odur ki, yəni, bizi rahat bıraxın, imkan verin yaşayaq. Biz yaxşı yaşamaq istəyirik və biz kiməsə meyl etmək istəmirik. Daha çox neytral mövqedə çıxış edən bir region. Çox gözəl mövqedir. Mən Şirvan əhalisinə, Şirvanın mənası bilirsən də, İranca Şiravan, yəni şirlərin olduğu yerdir. Elə şir cüssəsi arzulayıram, elə şir kimi mərd olasınız və burada da söhbətimiz inşallah elə bu gözəl notda, bu yaxşı notda sona yetir və tamaşaçılara xatırlatmaq istərdim ki, bugünkü müsahibim Avropada yaşayan dostumuz Tat Milli Fəalı Nicət İmranlı. Çox sağ olun, Allah'a emanet. سرزمین هر تلوشستون امشت خالیمون تیالدا جانمون به تقرون هاشینما به مسیچ ملتی امه خنیدو به حخ صدا بدوی ایال خدو آزاد وطن آزاد وطن آزاد وطن آزاد وطن اشت سربازیمون مرزی سونیمون سرزمینی فرزم آم جانیمون اشتی مواشیمون دیا جانیمون باند و کویشانیمون های میرانیمون آزاد وطن آزاد وطن آزاد وطن آزاد وطن آزاد وطن آزاد وطن